Deməli, bərabərsizlik bölməsinin üçüncüsü ilə üçüncü bölməyə davam edirik. Deyir ki, iki müxtəlif həqiqi kökü var. Onda diskriminant sıfırdan nə olmalıdır? Böyük olmalıdır. Bilirik də bunu. Olur k kvadratı çıxılsın 4 vur 5 vur 5 böyükdür sıfırdan. K'nın kvadratı bir dəfə nə yazaq? 20 böyükdür 100-dən. Deməli, belə yazırıq bunu. K minus 10 K plus 10 deyə yazırıq əslində. Böyükdür sıfırdan. Bunun kökləri mənfi 10 ilə 10 deyilmi? Bəli, belə yazırıq. Müsbət, mənfi, müsbət. Yazdıq mı? Yazdıq. Bizə müsbət soruşur. Mənfi sonsuzluqdan 10'a qədər. 10'dan mənfi 10'a qədər, mənfi 10'dan müsbət sonsuza qədər. Cavab olacaq D variantı. D variantı. Cavab belə. Üçüncündə bərabərsini həll edin. Heç nə. Bunun sıfırlarını yazırıq. Üçüncü sualın sıfırlarını yazırıq. Sıfıra çevirən qiymətlər 4'dür, 5'dir, 8'dir. Yazdıq. Sonra da biz 5'in üstüne bir tane tır yazırıq. Niye? Qüvvət üstü olanda nə olur? Təkrarlanan kök olur. 8'den böyük qiymət verirəm 9. 9 verəndə müsbət. Sonra mənfi. Mənfi yenə sağ və sola işarə olmalıdır. Müsbət. Bizdən kiçik hissəni soruşur. Kiçik hissəsinin hardana qədər olur? Elə 4'dən 8'e qədər. Çünki müəllim 5'i niyə ötürdün? Çünki kiçik bərabərdir 0 verdiyi üçün cavab 4-8 arası olmuş olacaq. Sonra həqiqi kökü yoxdur. Diskriminant nə olanda həqiqi kökü olmur? Sıfıra bərabər olanda. Demək olur 4 vurulsun n plus 5'in kvadratı. Bir dəfə nə yazın? Çünki 4'ü 2'nin kvadratı üstadında. Çıxsın 4 ac 4 vur 1 vur 49 kiçikdir 0'dan. Olur bir dəfə 4m kvadratı plus 10m 14 40m plus 25 4'e vuranda 100 kiçikdir 4'də 49'a vuranda 36 3 yadda 16 196 kiçikdir 0'da. 4m kvadratı plus 40m çıx 96 kiçikdir 0'dan hər tərəfini 4'ə bölürəm, çevirirəm. 10m kiçikdir 24 kiçikdir 0'dan mənfi 12 və 2 olur. Bir dəfə nə deyirəm? Mənfi 12 və 2 arasını göstərəcək cavab E variantı. Müəllim, bu bir dəfənin yolunu öyrədir bizə. Deməli bizdən kiçikdir 0 soruşur. Baxırıq A-mıza x-in kvadratının əmsalı müsbətdirmi? Müsbət. Əgər bizdən kiçikdir 0 soruşursa, köklər arasını götürəcəksiniz. Böyükdə 0 olsa, böyük aralığı mənfi sonsuzdan mənfi 12'ye 2'dən müsbət sonsuzluğa götürəcəkdik. Və bunu bundan sonraki misallara tətbiq edəcəyik. 7-cində x4 16'dan böyüdür. İnşallah, bax bunu heç nə yazmadan sizə izah edirəm. x4 16'dan böyüdürsə, bax 2'den büyük olmalıdır. Bak 2 üstü 4 16 verir. 2 olmazdı. 2 olsa elə bir 16'ya bərabər olardı. Elə bir x 2'den böyük olanda 16'dan böyük olur da üstü 4. Hə düzdür 3 üstü 4, 4 üstü 4, 5 üstü 4 16'dan böyük olacaq. Bir də qüvvət cüt olduğuna görə mənfi 2'dən kiçiklərin də qüvvəti 16'dan böyük olacaqmı? Bəli. Cavab olacaq C variantı. Mənfi sonsuzdan mənfi 2, 2'dən müsbət sonsuza. 9-cu sualda. Bərabərsini həll edin. Ay müəllim, bu köklərini tapaq. Cəmi mənfi 4 hasili mənfi 5. Mənfi 5 və 1. Kiçik bərabərdir 0 istəyir. Bayaq dediyim kimi. A'sı müsbətdirmi? Müsbətdir. Köklər arasını götürəcəksiniz. Mənfi 5'dən 1 qapalı. Çünki kiçik bərabərdir. C variantı. 11-ci sualda. Mənim köklərini daxil edək. Mənfi 1 ilə sıfırlarını yazaq. Sıfırlarını yazdıq mı? Yazdıq. Müsbət, mənfi, müsbət. Bunu hardan bilirsən müəllim? Bax. A'ya fikir verin. A'mız x'in kvadratı vurub açanda x'in kvadratının əmsalı müsbətdirsə, deməli sağdan başlayaraq plus minus plus deyə işarələyirsiniz. Bizdən kiçik bərabər soruşur, yəni də mənfi 1 3 arası hər ikisi daxil. Cavab D variantı. Burada 13-cü sualda x'in kvadratına bir dənə t deyin. Olur t kvadratı çıx 10t plus 25 kiçik bərabərdir 0'dan olar. Bu ilə t minus 5'in kvadratının açılışı deyilmi? Bəli. Onda elə t bərabərdir 5'dir. Yəni t 5'də 5'ə bərabər olanda bu hadisə baş verir, düzdür? Onda yazırıq x'in kvadratı bərabərdir 5'ə. Deməli x'in kvadratı 5'ə bərabərdir. X də bərabərdir plus minus kökdə 5'ə. Bizə nəyi soruşurdu? Kiçik bərabərdir 0 soruşmurdu. Köklər arası mənfi kökdə 5 ilə müsbət kökdə 5 arası götürəcəyik. Cavab B variantı. Bərabərsin bütün həqiqi qiymətlərinə sizə ipucu verirəm. Bütün həqiqi və bütün söz desə, istənilən söz desə, həmişə sözü desə, bu zaman diskriminant sıfırdan kiçik olacaq. Diskriminant sıfırdan kiçik olur. Yəni 9A'nın kvadratı çıxsın 4 vur 1 vur 1 kiçikdir sıfırdan. 9A'nın kvadratı kiçikdir 4'dən.
A'nın kvadratı kiçikdir 4 bölü 9'dan. Deməli yazaq da A minus 3'də 2, A plus 3'də 2 kimi yazsaq. Kökləri uşaqlar mənfi 3'də 2 ilə 3'də 2 olmur mu? Olur. Sıfırdan kiçik olan nə demişdik? Köklər arası demişdik. Heç bir daxil deyil, çünki kiçikdir 0 verib. Kiçik bərabər olsaydı daxil edəcəkdik. Cavab D variantı olmuş oldu. 17-ci sualda. Uşaqlar 3 böldü kökdə 10 böldü. Əlbəttə kökdə 10 böldü. Deməli 3 minus kökdə 10 mənfi ədəddir. Tulladır getdi. 3 plus kökdə 10 mənfidirsə, biz bunu belə yazırıq. X plus 3, X minus 5 böyük bərabərdir 0-dan. Mənfiyə vuranda işarə nə olurdu? Dəyişirdi. X minus 5 kiçik bərabərdir 0-dan. Deməli, mənfi 3 ilə 5'i qeyd edirik. Tab. 5'dən böyük 6 verəndə müsbət, mənfi, müsbət. Bizdən hansı nəyi soruşur? Mənfini soruşur. Mənfi 3, 5 arası hər ikisi daxildir. Cavab da 9 eləyir. Niyə? Mənfi 3, 5 arası tam ədədlərin cəmini istəyir bizdən. Mənfi 3'dən 3'ə qədəri əks ədədlərin cəmi 0 verir. Yerdə 4 və 5 qalmırmı? Qalır. Cəmdə nə verir? 9. 19-cu sualda bunu da sıfırla yazacağıq, amma biraz sadələşdirək sonra. Buradan x'i çölə çıxardıram. 4 minus x böyükdür 0-dan. Uşaqlar, bu ifadəni sıfıra çevirən qiymətlər 3'dür, 0'dır, 4'dür. Bunları qeyd edirik. 0, 3, 4'ü qeyd edirik. Tab, belə. Amma 3-ü t yazırıq, çünki kvadratdır. Cütdürsə təkrarına köçdür. 4'dən böyük qiymət verəndə yoxlayaq. Niye yoxlayıram burada? Çünki səhv verə bilər burada. 5 verən, çünki A'mız mənfidir. A'mız müsbət olmayacaq, çox güman ki. 5 verək. 5 verəndə olsa bu müsbət, 5 verəndə müsbət, bu amma mənfi verir. Fikir verirsiniz. Deməli, mənfi, müsbət, mənfi. Bizdən də hansı hissəni soruşur burada? Böyükdür hissəsini soruşur. Böyükdür hissəni soruşursa, cavab olacaq 0'dan 3'ə, heç bir daxil deyil. Ya 0'dan 4'ə də, yox, 3'ə, 3'dən 4'ə. Deməli, heç bir də aid deyil, 3 də aid deyil, 4 də aid deyil. Ən böyük həlli 2 olmurmu 0-4 arasında? Heç bir aid deyil, 3'dən 4'ə aid deyil. Götürmürük, cavabı 2 götürəcəyik. Qəşəng sualdır. 21'də. Bərabərçilik həll edirik. Yenə də, bax, sıfıra çevirən qiymətlər. Mənfi 2'də 1, 1 sıfıra bərabər edirsən, mötərizənin içlərini. Biri 0 özü, çünki x'in kvadratı var. Bir də 3. Belə yazırsınız. 0'ın üstünə bir də t yazırsınız. Çünki x'in kvadratı təkrardan köçdü. Bizdən mənfi hissəni soruşur. Müəllim, müsbət eləyəcək. 4 qoyanda mənfi, müsbət. Və belə olacaq. Cavab nə olacaq? Deməli, bizdən mənfi hissəni soruşur. Mənfi 2'də 1'dən, mənfi 0,5'dən elə promu 3'ə qədər. Niyə müəllim 0'ı ayıb götürmədiniz orada? Çünki kiçik bərabərdir 0'dır. 0 da verə bilirik. 0 da verə bilirik. Qutardı getdi. Bu da sonra 23-cü sual. Yenə də sıfırlarını yazırıq. Biri 3'dür, biri də mənfi 2'də 1'dir. Ay müəllim, x kvadratı plus 5 ara getdi. Uşaqlar, x'in kvadratı plus 5'dir. X'ə nə versək, plus 5 olduğu üçün müsbət olacaqmı? Olacaq. Ama tulla getsin, o bizə lazım deyil. 3'dən böyük qiymət 4 verəndə mənfi olacaq. Çünki 3 sıx 4 mənfi verir. Müsbət, mənfi. Mənfi aralıqda mənfi 2'də 1, 3 arası. Yox, üzr istəyirəm, mənfi aralığı soruşuram. Mənfi sonsuzdan mənfi 2'də 1'ə qədər. 3'də müsbət. Cavab C variantı. Qutardı getdi. 25-ci sualda bütün sözü deyibsə, bayaq nə dedim? Bütün sözü varsa diskriminant sıfırdan nə olmalıdır? Kiçik olmalıdır. Bayaq bu sualı həll eləmişdim. 4A kvadratı çıxsın. 4 vur 1 vur 9 kiçikdir 0'dan. 4A kvadratı kiçikdir 36'dan. 36'dan. A kvadratı kiçikdir 9'dan. Kökləri nəyin kvadratı 9 eləyir? 3'dən mənfi 3. Mənfi 3-dən 3'ü qeyd edirsə, əslində cavab ilə mənfi 3 arasında. Sizə hər ehtimal sizin üçün qeyd edirəm. Müsbət, mənfi, müsbət. Bizdən mənfi hissəni soruşur, kiçikdir soruşur. Mənfi 3, 3 arası cavab A variantı olmuş olacaq. 27-ci sualda ən rahat üsulu məncə bu olar ki, elə. Deməli, sağ tərəfi sola atırıq. Kiçik bərabərdir 0'dan. Sonra A minus B plus B deyə vurğuları ayırırıq. X kvadratı plus 3x minus 1 çıxılsın x kvadratı plus 7x minus 1 vurulsun x kvadratı plus 3x minus 1 plus x kvadratı plus çıx 7x plus 1 kiçik bərabərdir 0'dan. Deməli, burada x'in kvadratı getdi. 10x çıx 2 qalır birinci mötərizədə. İkinci mötərizədə 2x kvadratı
çıx 4x qalır. Kiçik bərabərdir 0-dan. Mən bunu sıfırdan yazaq. Amma biraz sadələşdirək sonra yazaq. Buradan 2x'i çölə çıxardıram. Lap atıram qabağa 2x'i. Öbürsələ gəl yazaq. İkinci mütərizdən 2x çölə çıxartdım. Qaldı x minus 2 kiçik bərabərdir 0-dan. Sıfırlarını qeyd edirəm. Deməli, biri olur 5'də 1. Biri olur 0. Bunun kökü 0'dır. Bunda 5'də 1'dir. Bunda da 2'dir. Birinin yolunu tutacağız. Hamısı gedəcək. Belə qeyd edirsiniz. 2-dən böyük 3 verəndə müsbət, mənfi, müsbət, mənfi. Bizdən mənfi istəyən soruşur. Mənfi sonsuzluqdan 0'a 5'də 1'dən 2'ye qədər cavab D variantı. Gördünüz mü? 29-cu sualda təkrarlanan kökümüz var. Hansıdır müəllim? 3'dür. 3 üstünə 2 var. Qüvvətə 2 var. Deməli köklərimiz 2'dir. 3'dür. 7'dir. Belə qeyd edirsiniz. 7'dən böyük 8 verəndə müsbət, mənfi, gözəl. 3 bunun üstünə T yazaq. Mənfi, müsbət. Bizdən yenə də nəyi soruşur burada? 2 bölü 0'ı. 3 aiddir mi? Aiddir. Cavab 2-7 arası. Çox qəşəng asan sorular veriblər ha. 2-7 arası. Çünki 3 götürəcək kiçik bərabərdir olduğuna görə. 31 də eyni sualdır mı? Bəli, tamamilə eyni sualdır. Mənfi 5, 2 və 6'nı qeyd edirsiniz. Amma nə üstə T yazacağıq? 6'nın üstə T yazacağıq. Çünki təkrarlanan kökdür. 7 verəndə müsbət, o da müsbət, mənfi, müsbət. Bizdən böyük bərabərlik 0 soruşur. Mənfi sonsuzluqdan mənfi 5'ə D variantı. Mən niyə 6'ını götürdün? Böyük bərabərdir. Ona görə 6'nı oradan ayırmırıq. Cavab D variantı. B-nin hansı hangisi tam qiymətli 2 ədədi həllər çoxluğuna daxildir. Opa belə harda x var, yerinə 2 yazırsınız. Harda x var, yerinə 2 yazırsınız. 4 vur 2'nin kvadratı plus 2b çıx 7 böyük bərabərdir 0'dan. 16 plus 2b çıx 7 böyük bərabərdir 0'dan. 2b böyük bərabərdir mənfi 9'dan. B də böyük bərabərdir mənfi 4,5'dən. Cavab mənfi 4. C variantı. Gəldik 5 suallara. Bu sualların izahını necə verəcəm mən sizə. 34'də, 35 deyil, eyni sualımızda. Burada mənfi soruşur, burada müsbət deyil. 35'də nə deyil? Fx böyük bərabərdir 0'dan. Uşaqlar, fx'i verib də bizə bu ayrı xətt fx'dir. X oxundan yuxarıda qalan hissəsi müsbət olur. X oxundan yuxarıda harada qalır? Müəllim, mənfi 6, mənfi 1 arası yuxarıdır. Fikir verin. X oxundan yuxarıdadır da. Deməli, böyük bərabərlik soruşursa cavab olacaq mənfi 6, mənfi 1 hər ikisi daxil. Bir də sağ tərəfdə harda x oxundan yuxarıdır? 5'dən yuxarılar deyilmi? Bəli, 5 müsbət sonsuzluq. Gönül rahatdır. Bu da belə. 37'də. 37'də çox eləmirəm. Sizi çox uzun-uzadı həll yolu demirəm. Qısa həll yolu deyirəm. Məntiqlə baxsaq, 37'dən əks işarə çıxartmayıblar mı? Modulu mənfi kimi açmayıblar mı? Bəli, deməli bizim modul daxili ifadəmiz 0'dan kiçik bərabərdirmiş ki, mənfi də ola bilər, 0 da ola bilər də. Kiçik bərabərdirmiş ki, əksini atmışım. Düzdürmü? Düzdür. Bunun kökləri nə verir? Mənfi 4 və 3 vermirmi? Bəli, verir. Elə kiçik bərabərdir soruşursa, mənfi 4, 3 arası eləmirmi? Eləyir. Cavab da B variantı, ən böyük kökünü istəyir. Görünə rahat. 39'da. Heç nə. Deməli ki, biz bunu yazaq. Deməli, sağ tərəfdə x1'in 39'unu sonra yazıram. Bu köməkçi müxtəsər rüməzüsürə belə yazıram. Kvadratı çıxılsın 2 x1 x2 çıx 2 kiçikdir 3 vurulsun n plus 1'dən. Niyə belə yazdığımı yerinə yetirib qoyanda görəcəksiniz. Kökləri cəmi nəyə bərabərdir? N plus 1'ə. Olur n plus 1'in kvadratı. Hasili nəyə bərabərdir? Hasilə çəkəcəksiniz 100%. Hasili, uşaqlar, mənfi m çıx 2 bunun hasili yeni dayanıb. Hə? Mən bunu belə yaza bilərəm. Mənfi n plus 2 yazaq deyil. Yəni 2 vurulsun. Bunun kökləri hasili bax budur. C-nin yerinə o dayanıb da. Mənfi m. Elə bir dəfə çıx 2 yazıram. Yox, çaşdırmaq üçün çıx 2 yazım. C-nin yerinə o dayanıb. Kiçik çıx 2 kiçikdir. 3n plus 3 vurub açıram sağ tərəfi də. Bunu silək. M'in kvadratı plus 2m plus 1 plus 2m plus 4 çıx 2 kiçikdir 3m plus 3'dən. M'in kvadratı 4m. 4m ölçüm çıxanda bir dənə m qalır. Sonra 1 üstə 4 5. 5'dən 2 çıxanda 3. 3'dən 3 çıxanda 0. O getdi. Ədədlərimiz getdi.
M3 ilə çıxardırıq. M plus 1 kiçikdir sıfırdan. Mənim sıfırları sıfırla mənfi 1'dir də bunun. Mənfi 1 ilə sıfırdır. Sıfırdan böyle 1 verəndə müsbət, mənfi, müsbət. Həlli olacaq mənfi 1 sıfır arası. Mənfi 1 sıfır arası var. Mənfi 1 sıfır arası. A variantı. Gör nə qəşəng. Məsələn 41'də olduğu kimi açıblar fikir versən modulu. Olduğu kimi açıblarsa biz nə deyəcəyik? Deyəcəyik ki x'in kvadratı plus 8x plus 12 böyük bərabərdir 0 olduqda olduğu kimi açılır da düzdür. Mənfi 6 və mənfi 2 köklər olur. Olur mənfi sonsuzluqdan mənfi 6'ya birləşdir. Hər ikisi daxil çünki böyük bərabərdir. Gönül rahat gedir. O böyle çətin misal gönül rahat verdi. 43-cü sualda. Amma bəs burada nə edəcəyik? Hər kökü mənfi 4 aralığında yaşır. Hər kök deməli bunun kökləri mənfi 2 ilə 4'dür da aşağılar. Deməli bu ifadənin kökləri mənfi 2 ilə 4'dür. Və deməli bizim kökləri cəmimiz x1 plus x2'miz 2k'ya bərabərdir. Yəni mənfi 2 ilə 4'ün cəmi nə verir? 2 bərabərdir 2k'ya. K da bərabərdir 1'ə. Görüm düz mü dedim? Məncə düz dedim. Gözlə. K'nın hansı qiymətlərində K'mızı 1 tapdıq. Gözlə aralıq, yəni ki aralıq verəcəyik. Bir də kökləri hasili də mənfi 8 bərabərdir K kvadratı çıx 4'ə. K'nın kvadratı da bərabərdir mənfi 4'ə. Bu olamacaq. Deməli K'mız 1, 0-2 arası cavab B variantı. 0-2 arasında. Cavab B variantı. Bax, K'mız 1 harda yerləşdi? Gözlə. İndi bunu ispat edeyim. Biraz da bunun üstündə işləyək. K'mızı mən nə tapdım? 1 tapdım. Aparıb K'nın yerinə 1 yazsam. Çıx 2x minus 3 bərabərdir 0'a. 3 və nədir kökləri? 3 və mənfi 1 deyilmi? Həqiqətən 3 və mənfi 1, mənfi 2, 4 arasında yerləşir. 100% yerləşir kökləri. Deməli düppədüzə tapmışıq. Belə də olmuş olacaq. Qutardı getdi. 45-ci sualda vurub açaq, ödəməyən deyir. Ha, diqqətli olun. 4x kvadratı plus 4 böyükdür 9x plus 2'dən. 4x kvadratı çıx 9x plus 2 böyükdür 0'dan. Ödəməyən ən böyük şey istəyir bizdən. Böyükdür 0'ı ödəməyən deyir. Diskriminant tapaq. 81 çıxılsın 32 49. x1 bərabərdir 9 plus 7 bölü 2a'ya birincini 2 aldıq. x2 bərabərdir 9 çıx 7 bölü 8 4'də 1 aldıq. Deməli cavab belə oldu. Mənfi sonsuzluqdan böyükdür 0 soruşduğuna görə kök aralıqda böyük olur. Mənfi sonsuzluqdan 4'də 1'ə 2'dən müsbət sonsuzluğa qədər. Ödənməyən ən böyük tam ədəd elə 2'nin özüdür. Elə 2 özü ödəmir də. 2 ödəmir axı. Böyük bərabərdə olsaydı ödəyəcəkdik. Böyük sorduğunu ödəmədi. 47'də. Maşallah bu soru desem çoxdur sayı. 47'də. Hə, bu biraz uzun həll yolu olacaq. Burada diqqətli olun ki, necə izah edəcəm. Baxın. Bizə deyir ki, x vurulsun, x minus 3 vur f2 kiçik bərabərdir 0'dan. Yəni ya 0 olsun ya mənfi olsun. Şöyle biz o halda deyə bilərik ki, ya bunu vurub açım bir dənə. Bax, bunu x kvadrat çıx 3x yazdım ki, bunu bir ifadə kimi göstərim ki, çaşmayasınız. O halda mənfi olur ki, ya bu müsbət, bu mənfi olsun, ya bu müsbət, ya bu mənfi olsun. Düzdür, başqa şansımız yoxdur ki. Xeyr. 2 dənə hala baxacaq. Birinci halda fx-i müsbət götürürük. Fx nə zaman müsbətdir uşaqlar? Mənfi sonsuzluqdan 2'yə qədər müsbətdir. Bir də 5'dən müsbət sonsuza qədər. Düzdürmü? X oxunun yuxarı hissəsi müsbət olur da. Bəs bu nə zaman mənfidir? X'in kvadratı 3x nə zaman mənfidir? X'in hansı qiymətlərində mənfidir? Görə baxaq da. Deməli 0 daxildir. Mənfi dedilər daxil deyil, yox. 0 daxildir. 0 verəndə bu 0 verir də. Kiçik bərabərdir. Demək bu nə zaman elə bir mənfi olur da. Bu nə zaman mənfi olur? Belə hesablayaq da əgər çaşırsınızsa. Nə zaman mənfi olur? 0-3 arası. Bir dəfə deyim 0-3 arası mənfi. Yəni 0-3 arasında həm mənfi həm də 0'a bərabər olacaq da. Bizə kiçik bərabərdə 0 verir bax. Bu bizim birinci halımız. Bax bunu bu bloksu aldı. Bu birinci halımız. İkinci hala baxırıq. Bu birinci halımız. Birinci halımız. İkinci halımıza baxırıq. Fx'imiz mənfi olmalıdır. Mənfi olan aralıq 2-5 arasıdır. X'in kvadratı 3x'in müsbət olan halı da bayaq dediyim kimi mənfi sonsuzluqdan 0'a
3'dən bax 0-3 arası mənfidirsə, qalan hallarda müsbət olmurmu? Olurdu, məntiq var da. Bəs biz bunları nə edəcəyik? Kəsişdirəcəyik bunları. Birincini kəsişdirəcəyik. Birinci kəsişdirə nə olacaq uşaqlar? Bax burada kəsişdirirəm. Mənfi sonsuzluqdan 2-yə qədər 5'dən müsbət sonsuzluğa qədər yazdım. Bir də 0-3 arası. 0'dan da 3'ə qədər. Görün harda kəsişdi. Tellər harda üstə düşdü. 0-2 arasına düşmədimi? Deməli birincinin həlli var. Birincinin həlli 0-2 arası çox qəşəng misaldır. İkincinin həllinə gəldik uşaqlar. İkincinin həllində də elə bir dəfə mən sizə deyim də 3'dən 5 arası. Bak ikincini kəsişdirsəz burada öz beyninizi biraz istifadə edin. 3-5 arası kəsişməsi və birincinin kəsişməsi ilə ikincinin kəsişməsini axırda nə edirik? Həllərini edirik, birləşdiririk. O da olur 3-5 arası. Görün belə cavab varsa cavab da budur. Varmı? Bəli, A variantı olmuş. Olacaq 48-də eyni tipdə gələcək. Getdik 49-a. Qəşəng sualdır. 49'a görə bizə burada nə deyir? Yine de f2 vur j2 büyük beraberdir sıfırdan verir bize. Tamam versin. Deməli fx ve jx büyük beraberdir sıfırdan versin. Deməli biz ya bu müsbət, ya hər ikisi müsbət olmalıdır, ya hər ikisi mənfi olmalıdır. Başqa şansımız yoxsa büyük beraberdir sıfır istəyir. Ya hər ikisinin müsbət olduğu aralığa baxaq. Fx'imiz üzü yuxarı olandır. Müsbət olduğu aralıq mənfi sonsuzluqdan mənfi 6'ya birləşir. 2'də müsbət sonsuza qədər. 2'dən hala baxacağıq da. Bəs Jx nə zaman müsbətdir? Mənfi 6 2 arası. Düz dedim? 100%. Düz mü dedik? Yox. Mən səhv yazdım. Fx-də mənfi 3 ilə 2 arası. Mənfi 3 2 müsbət sonsuzluq. Jx-də mənfi 6 2 arası müsbətdir. Əvvəlcə bunu kəsişdirək çox uzatmadan. Deməli, mənfi sonsuzdan mənfi 3'ə qədər belə. 2'də müsbət sonsuza qədər belə. Bir də mənfi 6'dan müsbət 2'yə qədər də belə. Belə idi. Ay müəllim, deməli bunun kəsişməsi harda olur? Kəsişməsi bunun mənfi 6'dan mənfi 3'ə və 2 özü də. Düzdürmü? 100%. 2'də hər ikisi şey oldu da. Elə bir sıfıra bərabər, böyük bərabər 0 verir bax bizə. Bu birincinin həlli. Getdi, indi ikincinin həllinə. Bir dəfə də hər ikisini mənfi etməliyik. Deməli, fx'in mənfi olan halı. Fx'in mənfi olan halı haradır? Mənfi 3, 2 arası. Jx'in mənfi olan halı mənfi sonsuzluqdan mənfi 6'ya birləşir. 2'dən müsbət sonsuzluğa qədər. Bir də baxaq, kəsişdirək. Bunu kəsişdirməliyik. Mənfi 3, 2 arası budur. Mənfi sonsuzluqdan mənfi 6'ya. Gözünüzdə. Nə dedik biz burada? Mənfi sonsuzluqdan mənfi 6'ya. 2'dən də müsbət sonsuzluğa qədər. Deyirsən burada yalnız 2 deyil. Mən səhv eləmədim ki, yalnız 2'dir burada kəsişməsi. Məncə də. Kəsişməsi yalnız 2'dir. İndi bizə nə verir? Bizə nə verir? Cəmini tap deyir. Deməli, bunun da həlli olur. Elə cavab mənfi sonsuzdan mənfi 6'dan mənfi 3'ə qədər. Bir də cavab 2 oldu. Elə bunların birləşməsi də. İndi bax, biz elə bu həlli toplamalıyıq. Mənfi 6'nı, mənfi 5'i, mənfi 4'ü, mənfi 3'ü və 2'ni toplasaq. Mənfi 11, mənfi 15, mənfi 18, üstə də 2, mənfi 16. Və bu blok oldu da. İnşallah ki, rahatla başa düşəcəksiniz. Və bunu həll edək. 51'i həll eləyirəm. 4 minus x'in kvadratı kiçikdir. X'in kvadratı. Niyə mötəzə yazdım? Mötəzə ehtiyac yoxdur. X'in kvadratı çıx 4x plus 4'dən. Mənfi 2x kvadratı 4 minus 2x kvadratı plus 4x çıx 4 kiçikdir 0'dan. Bunlar getdi. Mənfi 2x'in kvadratı plus 4x kiçikdir 0'dan. Hər tərəfi mənfiyə vuraq. Böyükdür 0'dan. Hər tərəfi 2'yə bölək. 2'yə bölmürəm. 2x çölə çıxardıram. X minus 2 böyükdür 0'dan. Bunları 0'a çevirən qiymətlər 0'dan 2'dir. Tap. Müsbət, mənfi, müsbət. Bizə nə istəyir? Tam 50 ilə
En böyük tam 50 ilə. En böyük tam 50 mənfi 1'dir. Mən sonsuzdan 0'a. Bir də 2'də müsbət sonsuzdan 0'dan böyüklər soruşmur. En kiçik tam 50 də 3'dür. Cəmi də 2. Mənfi 1 ilə də 3'ün cəmi 2. Cavab 2. 53'də. A kvadratı kiçikdir A. Sizə sual verirəm. A kvadratı nə vaxt A'dan kiçik olur axı? Mən nə qoysam müsbət olur. Kvadrat da daha böyük olur. Ne zaman A'dan kiçik olur? O zaman olur ki A'mız 0 ile 1 arası oldukta, mesela 0,5'in kvadratı 0,25 verir. Həqiqətən 0,25'də 0,15'dən kiçikdir. A'mızı tapdıq. 3A plus 4A ifadəsinin tam qiymətlərinin cəmini. Müəllim, belə eləyirik. Bir dəfə A'nın yerinə 0 qoyuruq, cavabı alırıq 3. Bir dəfə A'nın yerinə 1 qoyuruq, cavabı alırıq 7. Amma heç birini ait götürmürük. Çünki ait deyil axı bunlar 0'la birimiz. Elə bil 3, 7 arası ədədlərin cəmi 4, 5, 6'nın cəmini tapacaqsınız. 15 vermiş. Olacaq. 55'də sıfırlarını tapacağıq. X minus 5. Cəmi 9 hasılı 20. 5 ilə 4 deyilmi uşaqlar? Vuruqları ayırsaq. Böyükdür 0'dan. Müəllim bu oldu x minus 5'in kvadratı. Bu da oldu x minus 4 böyükdür 0'dan. Təkrarlanan kök oldu. Hansıdır? 5'imiz bizim təkrarlanan kök oldu. T yazırıq. Müsbət, müsbət, mənfi. Biz nə ilə bunu soruşur? Cavab 4'dən 5'ə. Baba. 5'i götürməyəcəyik. Niyə götürmürük? Çünki kiçik bərabərdir və böyük bərabərdir deyil. 5'i ayırıb götürdük. Atdıq kənara. 4'dən 5'ə 5'dən müsbət sonsuza qədər. 4 ödəmir, 5 ödəmir, aid deyil. Ən kiçik 6. Sonra A böyükdür 57. A böyükdür A'nın kvadratı. Mənim sən bunu belə yazdı. A kvadratı kiçikdir A yazdı. Fərqi nədir? Yerlərini dəyişdirdi. Yenə də A'mız 0 ilə 1 arası olur, olmur? Olur. Eyni sual deyil. Bayaq 57'ni sual sayı düzəltmək üçün yazıblar əməlli başlı. Bir dəfə 0 qoyuram. 0'ın kvadratı plus 4 vur 0 üzərinə 5. Cavab 5. Ait deyil, olmayacaq. Bir dəfə də 1 qoyuruq. 1 plus 4 plus 5 də 10. 5, 10 arası ədədlərin cəmi istəyir. 6, 7, 8 və 9'un cəmi istəyir. 13, 13 də 17, 30. 59'da. Uşaqlar, belə eləyirik ya uşaqlar. Deməli, 59-cu sualda köklər həllini 3 dən 6 veribsə bizə, onsuz da biz nə demişdik? Kiçik bərabərdir 0 olanda köklərin aralığını götürmürükmü 3-6 arası? Götürürdük. Onda biz kökləri cəmini, yəni 2b minus 5'i bunların cəminə, 3-ün 6'nın cəminə verir, 9 verir. Onda b'miz olur 7. Kökləri hasili 8c çıx 6 deyilmi? Buna bərabər eləyirik 18'ə 3'ü 6'ya vuranda c də bərabərdir 3'ə. Cəmi də nə verəcək 7'dən 3 cəmi? O görə sadə izah edər. Çətin sualdır ha. Amma məntiqin mahiyyətini başa düşən sonra əslində adama rahat gələcək. 61-ci sualda. Yenə də eyni sualda. Deyir kökləri 2-5 arasıdır. Müəllim, yenə sən deyən kimi də deməli bizim K-mız 7'dir. Kökləri cəmi neçə eləyir? 2-nin 5 7. M-imiz də kökləri hasildir. 10 eləməyəcəkmi? 100%. Onda x-imiz 7'dən böyük, m-i yerində 10 yazsa misalda. 7'dən böyük, 10'dan kiçik, 8'dən 9'un cəminə verəcək. 17 bunun mahiyyətini dərk etsəz əla misaldır. Bu da bitdi. Görə bu çoxdurmu? Bunu da ayrıca izah edək.